uzun müddət Bakını, həm də ölkəni öz əsarətində saxlayan dəhşətli bir hadisədən, qətldən danışırıq. 13 yaşlı Türkanı kim öldürmüşdü? Türkan özü evdəykən qapını kimə açmışdı? Çünki ona dönə-dönə tapşırmışdılar ki, tanımadığın adama qapını açma. Bəs Türkanın tanıdığı adam kim idi və o tanıdığı adam sonda onu niyə amansızcasına qətlə yetirdi? Verilişin ikinci hissəsinə start veririk. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Dəhşətli hadisənin baş verdiyi 108 nömrəli mənzilə qonşu mənzillər və təbii ki, 107 nömrəli evin sakinləri də danışdırılır. Ev sahibi Camal Əmirli hadisə zamanı xəstəxanaya getdiyini deyir. Evin 16 yaşlı oğlu Tofiq Əmirli isə adi bir situasiyada narahat olmağa başlayır, ağlamağa gəlir, dili topuq vurur. Bu müstəntiqin diqqətini çəkir. O az yaşlı olduğu üçün vəkillə təmin edilir və ondan izahatlar alınmağa başlayır. Əslində bununla da bu müthiş hadisənin açıldığını və tezliklə istintaqın başa çatacağını düşünənlər çox idi. Çünki Tofiq hadisənin necə baş verdiyini artıq danışmağa başlamışdı. Lakin bütün bu izahatlar verilsə də iş, istintaq hər gün bir forma alırdı. İstintaqa cəlb edilənlərin, dindirilənlərin sayı artır, bəziləri ilkin ifadələrindən imtina edirdilər. Ancaq hələ ki biz 16 yaşlı qonşu Tofiqin ifadəsinə baxmalıyıq. Tofiq deyir ki, bəli, hadisəni mən törətmişəm. Qapının zəngini bastım, Türkan gözlükdən baxdı, məni tanıdı və qapını açdı. İçəri girəndən sonra onu bıçaqla vurdum və öldürdüm. Evdəki pulları, qızılları götürüb çıxdım. Çıxanda qapını da açardan arxadan bağladım. Qızılları və pulları da damda gizlətmişəm. İstintaqçılar Tofiqin dediyi dama qalxırlar və doğrudan da evdən itən pullar və qızıllar hamısı oradan tapılır. Qətli 16 yaşlı Tofiq tərəfindən törədilməsini onun əl izləri də təsdiq edirdi. Çünki Türkanın boğazındakı barmaq izləri məhz Tofiqə məxsus idi. Lakin balaca Türkanın vəhşicəsinə öldürülməsindən dəhşətə gələn ata Sabir Ələkbərov qızının 16 yaşlı qonşusu tərəfindən öldürülməsinə inanmırdı. O deyirdi ki, biz bütün kömək lazım olan zamanlarda Əmirli ailəsinin yanında olmuşuq. Onlara himayə durmuşuq, maddi kömək eləmişik. Onlar da bizə bir çox ev işlərində və başqa məsələlərdə yardımcı olublar. Evin sahibi Camal Əmirli mənim evimin hər tininə bələddir. Cinayəti ata törədib və oğlunun üstünə ataraq azyaşlının sayəsində vəziyyətdən çıxmağa çalışır. Sabir Ələkbərov qızının qətli ilə bağlı Respublika prokurorluğuna müraciət edir. Camal Əmirlinin də qətldə iştirakının dərindən yoxlanılmasını tələb edir və ata iddia edir ki, iş müstəntiq tərəfindən qeyri-obyektiv aparılır. İşə başqa instansiya baxmalıdır. Beləliklə, iş Nizami rayon prokurorluğundan alınır, Bakı şəhər prokurorluğunun istintaq şöbəsinə verilir. Yeni baxış zamanı istintaqçıların ilk yoxladıkları məsələ qonşu Camal Əmirlinin, yəni 16 yaşlı Tofiqin atasının hadisə zamanı öz dediyi kimi poliklinikada olub-olmamasını yoxlamaq olur. Doğrudan da ilk yoxlanılmalı olan məsələ nədənsə birinci istintaq zamanı diqqətə alınmamışdı. Daha doğrusu, əməliyyatçılar gedib xəstəxanadan şifahi məlumat almışdılar. Sadəcə artıq 16 yaşlı Tofiqin hər şeyi olduğu kimi boynuna alması və nəticə ilə eynilik təşkil etməsi Camal Əmirli amili üçün ilk olaraq istintaqçıları çox da narahat eləməmişdi. Bakı şəhər prokurorluğunun istintaqçılarının yoxlanışından sonra bəlli olur ki, Camal Əmirlinin iddia etdiyi kimi o qətl baş verən gün xəstəxanada olmayıb. Artıq atasının da həbs edilməsini eşidən Tofiq Əmirli əvvəlcə ifadəsini dəyişir. O deyir ki, Türkanı onun iki qohumu öldürüb. İstat, məni qapının ağzında görüb içəri apardılar, Türkanı boğub, öldürüb pulları götürdülər. Dedilər ki, sən yeniyetməsəm, ağır cəza verməyəcəklər. Bu qızları da gizlə, bizi satsan özündən küs. Lakin Tofiqin qohumlarının elə ilkin dindirilməsi zamanı bəlli olur ki, onların qətllə əlaqəsi olmayıb. Zavodda şöbə müdiri işləyən Sabir Ələkbərov isə
bir anda toxtuya bilmirdi. O artıq iddia edirdi ki, bu işi Camal və Tofiq də törətməyib. Onlar törətsəydilər, elə biri qızımla söhbət eləyib başını qatardı, digəri də oğurlayardı. Qızımı öldürməzdilər. Bu mənim işimlə bağlı düşmənlərin tərəfindən ailəmə qarşı törədilmiş planlı terror aktıdır. O, ən ali instansiyalara belə kəskin iddialarla ərizələr, məktublar yazırdı. Bakı şəhər prokurorluğunda da qeyri-obyektivliyə yer verildiyini iddia edirdi və Sabir Ələkbərovun şikayətinə uyğun olaraq bu dəfə iş Bakı şəhər prokurorluğundan alınıb Respublika prokurorluğuna verilir. İş Respublika prokurorluğunun həmin zamanki İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Azər Tağıyevə həvalə olunur. Beləliklə, qətldən düz 10 ay sonra işə başlayan Azər Tağıyev bu cinayət işinin 0-dan 100-ə qədər yenidən başlayır və yenidən bitirir. Hadisə günü saat 13:30-da qonşuların iddia etdiyi kimi 16 yaşlı Tofiq Ələkbərovun blokun qarşısında kimisə gözləməsi, sonra ora gələn albalı rəngli Jiguli avtomobilinin mərhumun atası Sabir Ələkbərovun iş yeri ilə əlaqəsinin olub-olmaması, Sabir Ələkbərovun məhz həmin günlərdə Moskvaya ezam olunmasının, zavodda Sabir Ələkbərovla bağlı bütün münaqişə və narazılıqların səbəbləri və s. hər şey bir-bir araşdırılır. Ayrıca yazılır, pozulur və iş qüsursuz şəkildə yenidən sərf nəzər edilir. Beləliklə, Azər Tağıyevin araşdırması ilə bəlli olur ki, hadisə məhz belə baş verib. Həmin gün qapını döyən şəxs Tofiq yox, onun atası Camal Əmirli olub. Qız da Camal əmi gözdə açıram deyib qapını açıb. Camal isə həmin gün Ələkbərovların ailəsinə, evinə əmi yox, qatil, oğru, quldur obrazında, niyyətində gəlmişdi. Bundan əvvəl isə o bu niyyətini 16 yaşlı oğlu ilə bölüşmüşdü. Qəribədir ki, Tofiq də atası ilə razılaşmış, az cəza alacağını əmin olduğundan qətli üzərinə götürəcəyini demişdi. Lakin proses biraz fərqli baş verir. Beləliklə, Camal həmin gün oğluna deyir ki, sən evi pus, nə vaxt görsən ki, artıq Türkan evdə tək qaldı, sən bizim qapının üstünə bir kağızda yazıb yapışdır ki, Zeydullah əmigil bizə qonaq gələcək, evdə ol. Bu bir parol idi. Tofiq deyir ki, həmin gün atasının dediyi kimi Türkanın evdə tək qaldığını bildiyim an qapının üstünə Zeydullah əmigil bizə gələcək, evdə ol sözlərini yazıb yapışdırmışam. Bundan sonra o aşağı düşərək gözləyir. Yuxarı qalxdıqda isə artıq qapının üstündə yazı görmür və bilir ki, atası işə başlayıb. Bu zaman görür ki, atası mətbəx bıçağı ilə evdən çıxır və beləliklə Camal özü bıçaqla qonşusunun evinə girir. Oğlu Tofiq isə blokda onu gözləyir. Bir neçə dəqiqə sonra Tofiq Türkanın qışqırıq səsini eşidir. Ay mama, Camal əmi məni öldürür. Bundan sonra isə qızın səsi kəsilir. Sonra Camal bloka çıxaraq oğluna deyir ki, özümü pis hiss eləyirəm, gir gör ölübmü? Atasının vəhşiliyindən pay alan Tofiq içəri girən kimi balaca qızın qan içində olduğunu, amma hələ ölmədiyini görür və onu boğub öldürür. Daha sonra atasının təhriki ilə evdəki pul və qızılları götürür, qapının arxasından asılan açarla Ələkbərovların qapısını sözün hər iki mənasında bağlayır, öz mənzillərinə qayıdır. Qızıl və pulları damda gizlədir, açarları isə balkondan çölə atır. Daha sonra qanlı paltarlarını bir qutuya yığıb, 2 küçə o yandakı zibil qutusuna atırlar. Müstəntiq Azər Tağıyev işi təhvil verir, müttəhim Əmirli Camal Vəlioğlu əmlaki müsadirə olunmaqla 14 il, müttəhim Əmirli Tofiq Camaloğlu isə əmlaki müsadirə olunmaqla 9 il azadlıqdan məhrum edilir. Lakin bu cinayət işi atasının təkidi ilə yenidən apellyasiyaya təqdim olunur və əvvəlki qərarlar yenə də qüvvədə saxlanılır. Bugünə qədər də ətrafı tərəfindən, yaxınlar tərəfindən bu cinayət işində müəmma qaldığını iddia edənlər də var. Çünki bəzi insanlar bir ata və övladın qonşu ailə, onlara yaxın ailənin evindən sadəcə bir miqdarda qızıl oğurlayacaqlar deyə balaca qızı öldürəcəklərinə inanmırlar. Amma insan əməli sərhədsizdir. Bəzən də inanmağa məcbur olursan. Salamat qalın.